İrandakı etirazların mahiyyətini doğru başa düşmək üçün öncəliklə buna diqqət eləməliyik. Etirazların anatomisinə, sosiolojik geçmişi və bugünkü yapısına diqqətlə baxmalıyıq. Etirazlar və ya bu yaşanan süreç tək qatmanlı deyil, tək mərkəzli deyil, neçə mərkəzli və neçə qatmanlıdır. İndi bu məsələni doğru oxuduqdan sonra bizim hangi öngörülərin var olması mümkündür, hangisi nə dərəcədə olacaq və gedişat necə olacaq, ona görə öngörülərimizi ortaya qoya bilərik. Neçə mərkəzli, neçə qatmanlı etirazlar vardı. Ekonomik krizdən, siyasal təmsilin olmamasından, haqsızlıqlar, ədalətsizliklər və bu ədalətsiz və haqsızlığın sistematik olaraq yerləşdirilməsi və orada yaşayan vətəndaşların, fərqli kəsimlərin, fərqli milliyyətlərin, farslar daxil, Azərbaycan türkləri daxil, ərəblər daxil, bəluçlar daxil, hər kəsin siyasal sistemdən dışlanması, siyasal təmsil sisteminin olmaması və hər hangi bir etiraz və ya tələb, haqq tələbi olduğunda Tehran dövlətinin buna qulaq asmaq və ya çözüm ürətmək yerinə bastıraraq və şiddətlə tepki göstərərək susturmaq yöntemini seçməsi maalesef problemləri bu noktaya gətiribdir və əslində çözüm mekanizmaları üretmək yerinə sadəcə problem yerində var, bir müddət susturulur, bastırılır, yine problem yerində devam ettiği üçün dövlət bir çözüm mekanizması üretmediği için bir müddet zor kullanarak susturulur. Sonra tabii problem yerinde durduğu için ve herkes etkilendiği için tabii ki bir müddet sonra yine kaos yükselir. Son dönemde özellikle bu daha önce de var idi. Yani küçük hazırlıkları getirdi. Biz uluslararası medyadan da görürdük ama son dönemde görürük ki özellikle Azerbaycanlıları da 1946 ve sonraki illerde geniş biçimde qətliam eləyən ve zaten İrandaki xalqlar ve vətəndaşlar tərəfindən qovulan, onlara karşı büyük bir inqilab edilən Pəhləvi və Pəhləvinin qaçmış oğlu gündeme getirilir, görünür kılınır ve bu həqiqətən dəhşət vericidir. Bu mənada birincisi Pəhləvilərin İranın genəlində və etirazlarda və ya o haqq tələblərində bir qarşılığı yoxdur. Sahada bir qarşılıqları yoxdur. İki, Pəhləvilər zaten monarşinin ve diktatörlüğün temsilcisidirler. Pəhləvilər zaten İran'da yaşayan qeyri-fars milliyyətlərə qarşı zulmün və ayrı seçkiliyin və qətliamların təmsilçisidirlər. Və onun üçün bugün özellikle Batı tərəfindən gündəmə gətirilən, Batı medyası tərəfindən gündəmə gətirilən və görünür qılınan və sanki İran'ın lideriymiş kimi kamuoyuna satılan bu dırnaqarası Pəhləvi və onun təmsilçisi bunu gösterir ki aslında orada yaşayan xalqların haqlı etirazları, vətəndaşların haqlı etirazları da bir şekilde başka bir monarşi zihniyet tərəfindən qəsb də edilə bilər. İndi İranda dəqiqən nə gedir və necə olacaq məsələsi bir neçə seçenek vardı. Tabii ki Tehran dövləti zəifləyir. Bu bir gerçektir. Tehran dövləti ya içində dediyim kimi çözüm mekanizmaları üretecek, etirazlara, haqq tələblərinə var olan vəziyyəti bir olduğu kimi görecek. Diyecek ki mən vətəndaşların problemləri həlli üçün bu mekanizmaları ürətirəm, bu mekanizmaları ortaya qoyuram. Gəlin problemləri beraber çözək. Yani ya bu seçenek var
ki bu maalesef bugüne qədər gördüyümüz qədərilə hələ ki bu yöndə bir addım atılmayıbdı. Ümumiyyətlə, yəni bugünə qədər gördüyümüz Tehran dövləti bütün etirazları görməzdən gəlib ya baskı uygulayıbdı, ya da xarici qüvvələri hədəf göstərirdi və deyibdi ki, onlar bu etirazları yola salırlar, ya da etirazçıları terörist kimi hani göstəribdi. Bu da bunu göstərir ki, çözüm üretmə kimi bir seçeneği düşünmüş. Bugüne qədər en azından bu yönde bir addım atmayıbdı. İndi içeride tabii ki bir kaos olduktan sonra jeopolitik çıxarları üçün bəzi xarici qüvvələr də meydana gəliblər və öz seçeneklərini ortaya qoyurlar və ən acı verici tərəfi də budur ki, orada yaşayan xalqların, orada yaşayan vətəndaşların haqlı, mədəni o etirazlarını belə istismar eləmək istəyirlər. Yəni xalq orada öz həyatının, məişətinin, gələcəyinin məruz qaldığı və təsir götürdüyü o böhranın etkisindədir və biz görürük ki, həm xarici bəzi müdaxil olmaq istəyən Amerika gibi, İsrail gibi qüvvələr öz jeopolitik çıxarlarının dərdindədirlər. Bir tərəfdən də Tehran dövləti o həqiqi mötərizləri suçluyur ki, siz başqalarının yönləndirməsiyle bu etirazları düzenliyirsiniz veya etirazlara katılırsınız. Aslında bunların ikisi de çözüm değil ve bölgede yeni kaosların xəbərçisidir. İran parçalanacaq mı, parçalanmayacaq mı? Bunu süreç göstərər. Ancaq bugünkü durumumuzda sadece bunu deyə bilərəm ki, İrandakı müxalifət neçə mərkəzlidir? Tehran mərkəzli müxalifət istər liberallar, istər bugün bu şahçıları falan dəstəkləməkdə olan bu kəsim, bu qrup, Tehran mərkəzli düşünənlər və ya Tehran mərkəzli hərəkət eləyənlərlə Tehranın bugünkü dövlətinin mövzeyi Azərbaycanlılara qarşı eynidir. Onun üçün Təbriz bu səfər, Təbriz mərkəzli hərəkət və Təbriz təbii ki, ədalət, demokrasi, ekonomik olaraq bu çətin vəziyyətdən qurtulmaq istəyir. Ancaq Təbriz beyniyle və Təbriz pəncərəsindən də baxır məsələyə və Tehranla hani omuz-omuza deyil, özü müstəqil olaraq hərəkət edir. Bunu digər bölgələr üçün də deyə bilərik. Çünki İrandakı digər bölgələr və digər xalqlar artıq Tehran mərkəzli müxalifətə də güvənmirlər. Çünki onlarla indiki dövlət arasında yəni o digər xalqlara, qeyri-fars xalqlara baxış açısında bir fərq görmürlər. Yəni bugünkü rejim nəysə, Tehran mərkəzli müxalifətdə qeyri-fars millətlərə elə baxır və onlara güvənmirlər. Sosiolojik və siyasal etirazlar mənasında bəli, İran neçə qatmanlı və neçə mərkəzlidir və hər kəs öz bölgəsinin artıq Tehran müxalifəti və ya rejimi tərəfindən yox sayılmasını, zəiflətilməsini istəmir. İndi sürəcə baxacağıq. Necə olar? Siyasal mekanizmalar oluşurmu? Yoxsa kaos bu şekilde devam edecek? Hangi faktörler ortaya girecek? Yani biraz gedişata baxmaq lazım və bəzi öngörüləri indidən net vermək biraz hani çox analiz məntiqinə uyğun deyil.